أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillahi. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdatan min lisani yefqahu qavli. Tövhid əhlini xarici adlandıran kəslərin və yaxud da firqələrin hökmü. Elm əhli bu barədə danışıb qədimdən. Bu müasir dövrdə yaygın olan bir təzahürdür. Çox İslam müntəsibi bəldələrdə, minbərlərdə, mühazirələrdə, vaizlərin, xətiblərin, dəvətçilərin dilindən çox-çox eşidilən bir şeydir. Qəbrə ibadət eləyənlər var, quburilər var. Müasir dövrdə ilə qədimdə də İslam coğrafiyasında bu quburilik yaygındır. Hicrətin 3-cü, 4-cü əsrindən sonra İslam coğrafiyasını bürüyüb bu. Sünni müntəsibi və yaxud da şiə müntəsibi fərqi yoxdur. İnsanlar qəbirlərlə istig'asa edirlər. Qəbirləri təqdis edirlər. Məşhədlər, darihlər, bu kimi bu İslam istilahında istifadə edilən kəlmələrdir. Təzim etdikləri kəsləri, əhl-i beytdən və yaxud da sufi təriqətlərində şeyxlərin qəbirləri ilə istişvə, təvəssül, istig'asa bu əməlləri işləyirlər. Və bunları da kitab və sünnətin nasları ilə haqlı şəkildə təşvir edən, bunlardan bəraət edən, bu quburilərin müşrik olduğuna etiqad edən tövhid əhlinin barəsində öncə dediyim xətiblər, dəvətçilər, vaazlar, minbərlərdən bunları xarici adlandırırlar. Xaricilik məlumdur. Bu barədə hətta dərsimiz də var. İmam Zəhəbinin Kəbər silsiləsinin içərisində keçib bu. Xaricilər, onların hökmü, onların təşviri barəsində əhl-i sünnətin ixtilafı və s. və ilaxır. Əshabın zamanında çıxmış firqədir və müsəlmanları haqsız yerə, günah səbəbi ilə təşvir edən, Raşidi xəlifələrə qarşı, onların hakimiyyətinə qarşı çıxan bir firqədir. Və hətta onlar barəsində çoxlu hədislər varid olub. Bu insanlar tövhid əhlini xarici adlandıran kəslər. Yaşadığı xalqların içərisində xalqlara hakimlik edən əmirlərin kölgəsində, itaəti altında onların qorxusundan, həmən sultanlara yarınmaq üçün və həmən xalqdan gələn zərəri dəf etməkdən ötürü, onların faydalarını cəlb etməkdən ötürü tövhid əhlini bu iki tayfa səbəbindən xarici adlandırırlar. Bu firqənin, bu adamların hökmü nədir? Müasir dövrdə ərəb coğrafiyasında daha yaygındır. Hətta bunların özlərinin də öz aralarında firqələri var. Yəni həmən bu müasir murciə deyilən kəslərin özləri belə bir arada deyirlər. Daha böyük ölçüdə götürdükdə İslam coğrafiyasında mədxəlilər var, cəmilər var, hələbçilər var, Misirdə rastlancılar var, Huveynicilər var. Bunlar həmən bu cəryanın başında gedən insanlardır. Yəni bir şeydə deyirlər, paramparçadırlar. Ancaq ümumi bir şeydə yekdildirlər ki, şirk edənə qarşı nə edirlər? Cəhaləti üzr görür və onları təşkil edənləri xarici adlandırırlar. Bizim də bu bəldədə var, Mədənədə təhsil almış tələbələr. Eyni o böyük ölçüdə olduğu kimi, bunlar da balaca ölçüdə bir-birlərini nə edirlər? Sosial şəbəkədə bir-birlərini biabır edirlər. İşləri, gücləri bir-birlərini. O bunu təhqir edir, bu bunu böhtan atır. Dayanmadan bir dənə sosial şəbəkəyə yaz adlarını. Görəcəksən ki, boğuşurlar. Bu Allah subhanahu wa ta'alənin əslində tövhid əhlinə bir müjdəsidir onların o halı.
Bu onların özünün elə dünyadakı zillətidir. Dünyadakı onların cəzasıdır. Bir cemaatdır, hamısını bir yerə yıxsan, nə bilim, bəlkə bir 30 min, 40 min, 50 min adam olar, ancaq 18 yerə bölünüblər. Misal üçün, sosial şəbəkədə bax, o məşhurları var da, bir dənə Əlixan Yaşar, Yaşar və Əlixan. Belə ikisini bir yerdə bir-birinə vurub yazsan, bir 500 dənə şey çıxacaq. O bunu söyür, o bunu söyür, o bunu söyür, bu onu söyür. Niyə? Əqidələrindən dolayı, xeyr, əqidələri birdir. Allah Subhanahu taalanın hikmətidir. Allah Subhanahu taala zəll edib bu insanlara. Niyə? Çünki Allaha və Rəsuluna iftira ediblər. Bir insan tövhid əhlini xarici cəhənnəm köpəyi adlandırıb, şirk əhlini müsəlman adlandırıb, üzərində 20 il Allahın dinini təhrif edib. Necə onu Allah cəzalandırmaya bilməz? Təbii ki, cəzalandıracaq. Bu, dünyadakı onların cəzasıdır. İslam dininin həqiqəti iki şeyi insana bir-birindən ayırmağı əmr edir, öyrədir. Tövhid və şirk. Allahı ibadətə birləyən kəs muvahhiddir, muslimdir, mümindir. İbadətdə Allaha şərik qoşan adamın Allaha iman etsə də belə şəri istilahdadır, müşrikdir. Bunlar ikisi eyni deyil. Nə kitabda, nə sünnətdə. Allah Subhanahu wa Taala deyir: "Huvellezî halaqakum feminkum kafir ve minkum mu'min." Sizi Allah xəlq edib. Bir qisminiz kafir, digər qisminiz isə möminsiniz. Bunlar üçüncü bir insan ikisinin ortasında icad edib çıxardıblar. Cahil müsəlman. Şirk eləyən müsəlman. Cahillikdən ahirətə inanmayan müsəlman. Bilmir cahillikdən dini, Quranı, kitabı söyən müsəlman. Və s. və ilə axır. Belə bir şey nə Quranda var, nə sünnətdə var. Heç bir peyğəmbərin qissəsinə Quran-ı Kərimdə bax ki, belə firq olmayıb. Yəni, misal, Musa aleyhissalam dövrünə bax, Firondur, Firon tərəfdarlardır, bir də Musadır. Yəni, ikisinin ortasında bir şey yoxdur, ircə əhli yoxdur ki, Musaya qarşı çıxsın ki, səhv edirsən, təşkil eləmə. Nə Nuhun qövmündə olub ircə əhli, nə İsa'nın qövmündə, nə İbrahimin qövmündə. Muhammed sallallahu aleyhi ve sellemin sirasını oxu, orada görməyəcəksən belə adamlar. Məkkə müşrikləri və müşrik olmaqlarının iki səbəbi var. Bir ibadət, bir itaət. İbadətdəki şirkləri öz bütlərini Allahla öz aralarında vəsilə edirdilər. Və Quran-ı Kərimdə də bunu ispat edən çoxlu ayətlər var. Və ya'budun min dunillahi ma la yadurruhum və la yanfa'uhum. Onlar özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənə ibadət edirlər. Və yaquluna haula'i şufa'auna indallah. Deyirlər ki, bunlar Allahla bizim aramızda şəfaətçilərdir. Bu, Məkkə müşriklərinin şirki idi. Ən məşhur məbudları, bütləri Lat, Mənat, Üzzə. Etiqadları bu idi. Lakin bununla bərabər Allaha inanırdılar, təbii ki, inanırdılar. Allah Subhanahu wa Taala Quran-ı Kərimdə çox ayətdə deyir ki, onlardan soruşsan, kim yaradıb, kim öldürür, kim dirildir? Sayaquluna Allah, deyəcəklər Allah. Allaha inanırdılar. Sonra heç bir peyğəmbəri tanımırdılar, tanıyırdılar. Hətta özlərində İbrahim aleyhissalamın və oğlu İsmail aleyhissalamın dinindən hesab edirdilər. Hətta Kəbəni qiblə bilirdilər. Məşhur fil hadisəsində Əbrəhə fillə gəlib Kəbəni dağıtmağa gəldikdə, yəni bilirdilər ki, bu Allahın beytidir. Məkkə müşrikləri bilirdilər. Yüzləri çatıb onun qarşısında dayanmasalardı, ancaq iman edirdilər ki, o qiblədir. Həccə gəlirdilər o dövrdə insanlar, onlar üçün şərait yaradırdılar. Həcc etməklərindən ötürü. Lakin bununla bərabər də şirkləri də var idi. Bir, ibadətdə şirkləri var idi bu bütlərlə. O bütlər də özlərinin, öz xəyallarından uydurduqları mif olan bütlər deyildi. Onlar vaxtı ilə o qövmdə olmuş salih kəslər idilər, ölmüşdülər. Onların bütlərini düzəltmişdilər. Lat da, Mənat da, Üzzə da hamısı. Qureyşdə, Ərəbdə olan salih insanlar olublar. İkinci şirkləri də Allaha itaətdə şərik qoşurdular. Darul Nədəvə deyilən bir orqanları var idi. O Darul Nədəvədəki şeyxlər ticarətlə bağlı, dəvə ilə bağlı, qoyunla bağlı, ibadətlə bağlı, Məkkəyə gəlib gedən həclərlə bağlı qanunlar qoyurdular. Xalq da onlara itaət edirdi. Allah Təbaraka və Teala
bu xüsusda deyir ki, əm ləhəm şuraka şərəu ləhəm minəd-dini mə ləm yəzən bihillə əl-əyə. Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanun edən şərikləri mi var? Bir itaətdə şirkləri var idi, bir də ibadətdə şirkləri var idi. Üzərindən 14 əsr keçib bu iki şirk yenə var. Yenə insanlar İslam coğrafiyasında qəbirlərə ibadət edirlər. Başqa adlarla. Yenə bu qəbirlərdə yatan insanlar bu xalqların, qövmlərin inancına görə salih insanlardılar. Yenə də itaətdə şirk var. Yenə Allahın şəriətindən kənar insanlar üçün qanunlar təsis edir və o qanunlarla insanları idarə edir, mühakim edir, hökm edir və s. və axır. Onlar da İbrahim, İsmail əleyhissalamın muntasib idi. Bugünkü qövmlər də Muhammed sallallahu aleyhi ve sellemin dininin muntasibləridir. Dəyişən heç bir şey yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkə müşriklərini dəvət etdikdə İslama, Latdan, Mənatdan, Üzzədan, Darul Nədəvədən uzaqlaşdırdıqda orada yox idi cəhmilər, murciyalar, mədxərilər, cəmilər çıxıb desinlər ki, bunlar üzürlüdürlər. Allaha inanırlar axı. İbadət edirlər, həcc edirlər və İbrahimə, İsmailə inanırlar, yox idi. Ancaq bir gün var. Bu gün o dövrdən də daha pis bir dövrdür ki, qəbrə ibadət eləyənə, bütə ibadət eləyənə vəkillik edən, cəhaləti ona üzr görən firqələr var. Tövhid və şirk hər ikisi tövhid elmlə hasil olur. Tövhidin birinci şərti də elm. La ilahe illallahın birinci şərti. Yəni tövhid elmlə hasil olur. Nəinki tövhid, namaz da elmlə hasil olur. Bir insan namazın qılınmasını bilməsə qıla bilməz ki. İnsan öyrənir sonra qılır da. Tövhid də elmlə hasil olur. Tövhidin birinci şərti də elm. Allah subhanahu wa ta'ala deyir ki, fə'ələm ənəhu la ilahe illallah. Fə'ələm, bil. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Elm əvvəldə gəldi. Şirk də cəhalətlə ortaya çıxır. Və Allah subhanahu wa ta'ala həmən o qövmü bütün ayətlərdə cahiliyyə qövmü adlandırır. Əfə hükməl cahiliyyəti yəbğun. Allah subhanahu wa ta'ala deyir ki, siz cahiliyyənin hökmünü istəyirsiniz. Cahiliyyənin hökmü yəni İslamdan qabaqki ərəblərin hökmü. Nə idi onların hökmü? Küfür hökmü idi. Lakin nə adlandırır onu? Cahiliyyə. Və kitab və sünnət ispat edir ki, insan şirkə cahillikdən düşür. Və cahillik də Allah subhanahu wa ta'ala'nın şəriətində bir Allahdan başqasına ibadət edən insan üçün üzr deyil. Əksinə günahdır. Əslində məsuliyyətdir. Cahil olmaq elə özü günahdır. Öyrənməməyin özü günahdır. Yəni, Quran ayətlərində, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətində şirk eləyən adam cahil olmaqla da bərabər onun hökmü verilir. Misal üçün, bir ayətdə Allah subhanahu ta'ala deyir ki, وَمَنْ يَدْعُ مَا اللّٰهِ إِلَٰهًا آخَرٍ. Kim Allahla bərabər başqa bir ilaha dua edər? Dua ibadətdir. وَقَالَ رَبُّكُمْ اُدْعُونِ. Rəbbiniz dedi ki, yalnız mənə dua edin. Dua ibadətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Əd-dua hiyəl-ibadə. Dua ibadətdir. Allah təbarəkə və teala deyir ki, وَمَنْ يَدْعُ مَا اللّٰهِ إِلَٰهًا آخَرٍ. Kim Allahla bərabər başqa bir ilaha dua edər? Allahla bərabər başqa bir ilaha dua edən kəs nə əməl işləyir? Şirk əməl işləyir. Kim Allahla bərabər başqa birisinə dua edər? Lə burhanə ləhu bihi. Heç bir dəlili hüccəti də yoxdur. Yəni cahilliklə edir, şirk edir. Allah subhanahu ta'ala həmən o özündən başqasına dua edən adama deyir ki, Lə burhanə ləhu bihi. Etdiyi o duasında da heç bir burhanı yoxdur, hüccəti dəlili yoxdur. Yəni cahillikdən edir. Və innəmə hisabu ində rabbihi. Onun hesabı Allah yanındadır. Sonra Allah subhanahu wa ta'ala deyir ki, İnnəhu lə yuflihul kafirun. Kafirlər nicat tapmayacaqlar və təkfir edir onu, kafir adlandırır. İnsan böyük şirk işləyir, heç bir dəlili hüccəti yoxdur. Allah subhanahu wa ta'ala ismini nə deyir? Kafir adlandırır. Və bizim dəvət sahəsində bağıra-bağıra belə danışanlar var. Elə bil ki, səhər gün orta axşam, xavaric. Elə bir dənə kimsə nəysə onların o dəvətinin yanlış olduğunu biraz belə eşidən kimi dərhal deyirlər ki, xavaricdir. Özü o qədər savadsız adamlardılar ki, çox savadsız insandılar. Bir dənə savadsız belə bir şeyləri var.
Ümumiyyətcə belə danışıqlarına qulaq assan 10 dənəsindən 10 nəfərindən 9-u Azərbaycan dilində düzəməlli başlı danışa bilmir. Danışıqlarına fikir versən, məsələn, deyir ki, xavaric deyir, xavaric. Xavaric ərəb dilində xarici sözünün cəmidir. Xavaric cəmdədir də, xavaricdir cəmi, xavariclər, səhv deyir. Bəzən görürsən şiyələr var, şiyə dəvətçilər. Danışanda birisi haqqında deyir ki, xaricidir. Görürsən ki, şiyə bundan savadlıdır, bu özünə sələfi deyəndən. Xarici deyir, xavaric demir. Xavaric cəmdə xaricilər deməkdir. Xavaric, misal üçün deyirsən ki, fasik deməkdir. Cəmləsən, belə cəmləyə bilərsən ərəbində. Fəvəsiq, fasiqlər. Xarici, xavaric. Xavaric cəm, bir dənə də arxasına qoyur lər, xaricilər. Bir dəfə ərəb dilində cəm edir, bir dəfə Azərbaycan dilində. Misal, rus dilində kitaba kniga deyirlər. Bəs cəmi nədir kniga sözünün? Knigi. Arxasına lər qoyanda orada knigilər. Gülməli olur, düzdür? O qədər savadsız adamlar ki, sözü düzgün demirlər. Necə əzbərləyiblərsə o sözü, necə yaxşıblarsa o sözdən, xavariclər. Səhərdən axşama kimi it kimi ürürlər. Elə kim desə ki, şirk eləyən təkfir olunur, tağuta küfr eləmək lazımdır. Pis söz demirsən ki, Quranda Allah deyir də, tağda küfr elə. Tağut da kimdir? Bəllidir də Allah deyir. Sehirbazdır, kahindir, şeytandır, şəriət nə hökm verməyəndir. Adam oxuyub bir adam lap savadsız bir sırav adamdır. Quranda yazılıb ki, Allah deyir ona küfr elə. Deyirsən ona küfr eləmək lazımdır, xavaric. Müşriqi təşkir eləmək lazımdır. İnsana vəhiy gəlmir ki, Quranda yazılıb da müşriqi təşkir eləmək lazımdır. Deyirsən cəhalət üzür deyil, hə bu Quranda yazılıb da. Allah deyir ki, şirk eləyən cəhalət üzürü yoxdur. Bütün Quran və sünnət bunu göstərir. Xavaricdir. Xavaricdir nə? Xavaric kimdir? Cəhənnəm köpəyi. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onlara yetişsəydim, onları ad qoymuş kimi qətl edərdim. Və sahabələr onları qətl ediblər. İndi bu sən dediyin ki, bu tövhid ki var, bu bütün peyğəmbərlərin etdiyi əmirdir. Birincidən sonuncuya qədər bütün peyğəmbərlər buna dəvət edib. Sən də bunu gör, nə adlandırırsan? Murdar bir şey adlandırırsan bunu. Düşün ki, bir təmiz, paş bir şeydir. Birisi ona nəcasət deyir. Halal bir şey. Və yaxud da bir haram bir şeydir. Birisi deyir ki, yox, paşdır, təmizdir. Mesela donuz əti. Nəcisdir. Adam deyir ki, yox, paşdır, tərtəmizdir. Allah murdar adlandırıb şəriətində. Ya bir it, kəlb. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İzə şəribəl kəlbu min inəyə əhədikum fəliyəqsilhu səbə fəəvrəhunə bit-turab. İç sizin qabınızdan su içsə, onu 7 dəfə gün özə birincini torpaqla gün. Niyə? Nəcisdir. Adam çıxıb deyir ki, yox, bu şeydir. Tərtəmizdir, it. Peyğəmbər deyir, nəcisdir. Adam deyir ki, pakdır, tayyib, tərtəmizdir. Nədir bu adamın hökmü? Kafirdir. Niyə? Şəriətin murdar dediyi şeyə pak deyir. Əksi, bir şey pakdır, təmizdir. Bir təmiz bir sudur. Zəmzəm suyudur. Adam deyir ki, nəcisdir, murdardır. Allah təbaraka və teala müsəlmanlara təharət əmr edib. Su ilə dəstəmaz alırıq, qüsul alırıq, ölümüzü qüsul edirik. Dəniz suyu ilə, çay suyu ilə. Birisi deyir ki, bu nəzasətdir. Allah təbaraka və teala onu təmiz adlandırıb. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, huva tahur, su ilə bağlı deyir, təmizləyicidir. Peyğəmbərin təmiz dediyi şey sən necə murdar deyə bilərsən? İndi niyə bunu deyirəm? Misal üçün deyirəm. Allah və Rəsulü əmr edir ki, müşriklərdən bəraət et, şirkdən bəraət et, innəməl müşrikunə nəcəs, müşriklər nəcisdir, tağutlara küfr edin, bəraət edin. Cəhalət böyük şirkdə üzür deyil. Adam da çıxır deyir ki, sən bu danışdığın hamısı nəcisdir. Niyə? Necə deyir onun nəcisdir? Birbaşa demir. Adını xavaric qoymaqla deyir. Çünki xaricilik murdar bir şeydir. Peyğəmbər sallallahu əleyhi və səlləm kilabunlar, cəhənnəmin köpəklər deyib onlara. Sən bütün peyğəmbərlərin Adəmdən Muhammed sallallahu əleyhi və səlləmə qədər olan bir dəvətinə deyirsən ki, bu xaricilikdir. Küfür olmur bu, apaçıq küfürdür. Misal üçün, sünnə əqidəsi var. Əhl-i sünnənin etiqadının usulu girib, bir dənə əqidə mətni oxusan, fərqi yoxdur, istənilən bir mötəbər əqidə mətnini oxu. Görəcəksən ki, bütün əhl-i sünnət alimləri deyir, min usulü etiqad əhl-i sünnə vəl cəmaə, əhl-i sünnə vəl cəmaatın etiqadının usulundandır. Sahabələr barəsində dilimizi qorumaq.
Səhabələri sevmək, etiqad etmək ki, 4 Raşidi xəlifə hamısından əfsəldir. Aralarında baş verən münaqişələrə qarışmamaq. Demək ki, onlar bir ümmət idi, keçdi, getdi. Onlar üçün dua etmək. Bunu eşidəndə nə anlayırsan? Bu əqidənin adı nədir? Bu sünnə əqidəsidir. İndi düşün ki, bir adam bu əqidəni danışırsan, deyir ki, bu rafizilikdir. Nə əlaqə? Bir əlaqəsi var, yoxdur heç bir əlaqəsi. Həmçinin də tövhid kitab və sünnətdə necə var, onu o şəkildə yerinə qoymaq. Şirki tərk etmək, şirkin əhlindən bəraət etmək, müşrikləri təşkir etmək. Adam deyir ki, bu xaricilikdir. Bu, Allahın aləmi xəlq etməkdəki məqsədidir. Allah subhanət hələ cənnətə, cəhənnəm bax buna görə, tövhidə görə xəlq edib. İncildə, Tövratda, Quranda buna görə nazil olub. Bütün peyğəmbərlər bunun cihadını, qitalını ediblər müşrik qövmlərlə. Adam çıxıb indi 14 əsr sonra deyir ki, bu şeydir. Bu xaricilikdir. Bunu deyənin küfründə şübhə eləyən adam ödü kafir olar. Və bu bizim sözümüz deyil. Bu əhl-i-sünnə və cəmaatın sözüdür. Əhl-i-sünnət alimləri bunu deyirlər. Qədimdən ta bugünkü günə qədər. Nəqillər oxuyacağım, bir neçə nəqil bu barədə, bu xüsusda. Qalə Şeyx Əbu Süleyman Abdullah bin Muhammed bin Abdülvahhab Ət-Təmimi, rahiməhullah. Süleyman bin Abdullah bin Muhammed bin Abdülvahhab. Muhammed bin Abdülvahhabın nəvəsidir, Nəzd alimlərindəndir. Deyir ki, bu xüsusda, bu mövzuda. Tövhidi xaricilik adlandıranlar barəsində. Fəmən ənkərə zəlikə, kim bunu inkar edər, yəni tövhidi? Və əbğadahu, buğz edər buna. Və səbbəhu, bunu söyər, təhqir edər. Və səbbə əhləhu, bunun əhlini söyər, yəni tövhid əhlini söyər, təhqir edər. Və səmməhumul xavaric, və tövhid əhlini xavaric adlandırar. Fəhuvəl kəfiru həqqan, bu həqiqi kafirdir bu adam. Kafir deməklə də yetinmir alim. Deyir ki, fəhuvəl kəfiru həqqa, həqiqi kafirdir. Niyə tövhidi sən pis bir adla adlandırırsan? Peyğəmbərə yalancı deyən adam kafir deyil. Bu Quran Allah tərəfindən vəhy edilməyib deyən adam kafir deyil. Cənnət, cəhənnəm boş şeydir deyən adam kafir deyil. Bəs tövhidə xavarilik deyən niyə kafir deyil ki? Həmən şeydə heç bir fərqi yoxdur. Eyni şeydir. Deyir ki, fəhuvəl kəfiru haqqan, əlləzi yəcib qitalu, hansı ki, belələrin qitalı vacibdir. Yəni, tövhidi xavaric adlandıranların, tövhid əhlini xaricilər adlandıranların. Hətta yakuna din kulluhu lillah bil icmə. Bütün din Allaha aid olana qədər bunlarla qital vacibdir və bunda icma var. Nəyin üzərində icma nəql edir? Tövhidi və tövhid əhlini xaricilik adlandıranların kafir olmasında deyir ki, bunda icma var. Əl-kəlimatun nafi'a fil-mükəffəratul vəqiyə kitabında keçir bu. Süleyman bin Abdullahın bu sözü. Və qalə Şeyxul Əlləmə Əhməd ibn İbrahim ibn İsa Əl-Hənbəliyyun Nəcdi rahiməhullah. Alləmə Əhməd ibn İbrahim bin İsa Əl-Hənbəli Ən-Nəcdi deyir ki, və həzə və əmsəluhu adu əhli təvhid. Kimsə bir kəsdən danışır, deyir ki, bu və bunun misalında olanlar tövhid əhlinə qarşı düşmənçilik etdilər. Ləmmə ənkəru aleyhimə şirkü billəh. Tövhid əhli Allaha şərik qoşulmağı inkar etdiklərinə görə. Yəni, tövhid əhli şirki inkar edir. Müqabilində də əks tərəf tövhid əhlini nə edir? Düşmənçilik edir buna görə. Və də'vəhum ilə ixləsil ibadəti lilləhə vahdə lə şərikə ləh. Kəmə kənə səhabətu radiyallahu anhum mə'ə nəbiyyihim sallallahu aleyhi və səlləm və bə'dəhu yə'murunə bit-təvhid və yənhəvnə anil-şirk. Necə ki, Peyğəmbərlə birlikdə əshabı etdiyi kimi. Peyğəmbər və əshabı nə ediblər? Şirki və şirk əhlini inkar ediblər, təkfir ediblər, bəraət ediblər. Eyni onların etdiyi kimi sonradan gələnlər bunu edir və tək Allaha ixlasla ibadətə əmr etdiyinə görə bir qrup çıxır, düşmənçilik edir. Bu iş səbəbilə. Fəl-əşbəhu bil-xavaric aləl-həqiqəti mən yukafir əhl-i təvhid və yansuru şirk və təndid. Deyir ki, əslində elə xaricilərə daha oxşayan kəs bu adamlar özləridir. Niyə? Çünki tövhid əhlini
təkfir etdiklərinə görə, xaric adlandırdıqlarına görə. Bəl huvə əşəddu minəl xavaric. Əksinə, bunlar xavariclərdən də şiddətlidirlər. Li'annəl xavaric kəffəru bizzəmb. Çünki xaricilər günah edənləri təkfir edirdilər. Və həuləyi kəffəru biməhdil iman kəmə qalə Allamət İbn Qeyyim. Bunlar ise bu murciyalar. Xaricilər içki içən zina edən təkfir edirdilər. Bunlar ise tövhidi ortaya tam olduğu kimi qoyanları təkfir edirdilər. Hansı daha murdardır? Xarici, əsl xarici yenə içki içəni, zina edəni, oğurluq edəni görüb deyirdi ki, kafirdir. Ancaq bu baxır ki, sən şirk edəni təkfir edirsən, sənə deyirsən xaricisən. Hansı pissi? İkinci. Necə ki, İbn Qeyyim rahiməhullah deyir bu barədə bir qəsidəsində. İbn Qeyyim rahiməhullah deyir ki, mənli bi şibhi xavaric qad kəffəru bi zəmbin tə'vilən bilə ihsanin və ləhum nususun qassaru fi fəhmihimə fəutu minət təksiri fil urfani və xusumuna qad kəffəruna billəzi huvə gayətü təvhid vəl iman. İbn Qeyyim deyir ki, məndə xaricilərə oxşayan deyir nə var ki? Onlar günah edəni təkfir etdilər. Və bunu da ona görə etdilər ki, təvil etdilər. Dəlilləri yerinə doğru qoya bilmədilər. Və nasları fəhm etməkdə qüsurlu oldu əqilləri, anlaya bilmədilər. Ona görə günah edəni təkfir etdilər. Və bu təksirlə elmə, ürfana girdilər və o təksirlə də çıxdılar. Yəni anlaya bilmədilər. Ancaq və xusumuna, lakin bizim bu xasımlarımız, düşmənlərimiz qad kəffərunə billəzi huvə gayətü təvhid vəl iman. Bizi tövhid və iman üzərində olduğumuza görə təkfir etdilər. İbn Qeyyimin zamanında da olub, 6-7 əsr bundan qabaq tövhid səbəbi ilə təkfir edənlər. Onlar barəsində danışır. Raddu alə şübhət əl-müstəininə bi qeyrilləh. Deməli, bu kitabda keçir. Allahdan qeyrisindən kömək istəyənlərə rədd kitabında keçir bu nəql. Əhməd ibn İbrahim Əl-Həmbəli rahiməhullahın bu sözü. Və qalə Şeyx Süleyman bin Suhman rahiməhullah. Süleyman bin Suhman deyir ki, Diya-ül-Şərik kitabında 80-ci səhifədə və hasil məqsud həzəl İraqi və nəqluhu təşbihu əhl-i İslam və təvhid bil-xavaric fi təkfirihim mən əbədəl ənbiyyə vəl-əvliyyə və salihin. Deyir ki, İraqinin və bunun qəsdi ondan ibarətdir ki, bu İslam və tövhid əhlini xavariclərə bənzədir. Bu səbəblə ki, bunlar peyğəmbərlərə, vəlilərə, salihlərə ibadət edənləri təkfir edirlər. Bu səbəblə bu İraqi və bunun mislində olanlar əhl-i sünnət tövhid əhlini xarici adlandırırlar. Qalə Şeyx Abdüllətif bin Abdurrahman bədə zikri qavlihi təalə. Abdüllətif bin Abdurrahman Əli-Şeyx Allah subhanahu wa ta'ala'nın bu ayətini zikr etdikdə Allah azza və cəllə deyir ki, Ya eyyuhəl-ləzina əmənu, ey iman edənlər, innəməl müşrikunə nəcəs, əl-əyə. Ey iman edənlər, həqiqətən müşriklər murdardırlar. Tövbə surətindəki bu məşhur ayət. Bu ayəti gətirir və ardınca deyir ki, Abdüllətif Əli-Şeyx və zəimuhum əlləzi yunadilu anhum və yücadilu dunahum fəhuvə əxbəsuhum aləl-itlaq. Deyir ki, Allah burada müşrikləri murdar adlandırır. Lakin bu müşriklərin mübahisəsini edən, bu müşriklərin üzərində mücadilə edən, bunlara cəhaləti üzr gətirən adamlar əslində ayətdə Allahın müşrikin nəcəs adlandırdığı bu müşriklərdən daha pis murdardılar. Niyə? Çünki Allah bunu murdar adlandırır, sən də ona üzr gətirirsən. Deməli, sən onun özündən də murdar adamsan ki, ona üzr gətirirsən. Misbah-ı Ziləm kitabında keçir və Abdüllətif Əli-Şeyxin sözü. Və qalə Alləmə Abdüllətif Əli-Şeyx, yenə Abdüllətif Əli-Şeyx Əl-İttihaf fi raddi alə-Səhhaf kitabında deyir ki, Fəmən kəffərəl muslimin əhlət təvhid fətənəhum bil-qital. Kim tövhid əhli müsəlmanları təkfir edərsə və onları qitəllə fitnəyə salarsa, yəni müsəlmanlara qarşı, tövhid əhlinə qarşı savaşarsa, əbu təzib, tövhid əhlinə əzab,
əziyyət verərsə, fəhuvə min şərril əsnafil kuffar. Bunlar, bu adamlar, tövhid əhlini təşkil edənlər, kafirlərin təsnifatında, siniflərin içərisində ən pis, ən şərli kafirlərdir. Və qaləl İmam Muhammed ibn Abdülvahhab, Muhammed ibn Abdülvahhab rahiməhullah, Nəcidlilərin imamı Durar-ı Səniyyədə deyir ki, وأنزل جميع كتبه لأجل معرفتها والعمل بها التي هي أعظم شعائر الإسلام الذي هو معنى لا إله إلا الله. Deyir ki, Allah bütün kitablarını tövhidin mərifəti səbəbi ilə nazil edib. Yəni tövhidi öyrənməkdən ötürü. وَالْعَمَلِ بِهَا tövhidlə əməl etməkdən ötürü nazil edib. Yəni Allah subhanahu wa ta'ala Tövratı, İncili, Quran niyə nazil edib? İnsanlar tövhidi öyrənsinlər və əməl etsinlər. Kitabların əsas məqsədi budur, başqa bir məqsədi yoxdur. Muhammed ibn Abdülvahhab deyir ki, Allah bütün kitabları tövhidi öyrənməyi və onunla əməl etmək məqsədi ilə nazil edib. Hansı ki, bu tövhid İslamın ən əzəmətli şüarıdır, ən birinci işidir. Və bu, la ilahe illallahın mənasıdır. Yəni, tövhid, la ilahe illallahın mənasıdır. Fəmən ənkərə zəlik. Kim bunu inkar edərsə, yəni tövhidi, və əbğədəhu, buğd edərsə, və səbbəhu, söyərsə, və səbbə əhləhu, tövhidin əhlini söyərsə, və səmməhum əl-xavaric, onları xarici adlandırarsa, xavaric adlandırarsa, fəhuvə kafir, fəhuvə kafir həqqa, həqiqi kafirdir o adam. Əlləzi yəcib qitaləhu həttə yəkunə din kulluhu lillah, bütün din Allaha aid olana qədər belələrlə qital fərzdir. Bu elm əhlinin sözləridir bu xüsusda. Yəni, əslində bu müasir murciə məzhəbi və onların içində olan, ətrafında olan, özünü əhl-i sünnət bilən insanlar da bu adını zikr etdiyimiz alimləri tanıyırlar. Bu nəqillər də elə bundan kifayətlənmir, belə şeylər çoxdur. Yəni, anladırıq bir şey deyirik ki, bu tövhid əhlini xarici adlandırmaq açıq küfürdür. Dinləyən adam ola bilsin ki, biraz ipucu verir ona da, bilsin ki, deyirik, insan deyə bilər ki, öz sözüdür, görəsən bunun kim deyib alimlərdən. Elə insanlar var, elə tip dindarlar var, bəzən görürsən, deyirsən ki, falan şey vacibdir, falan ayətə görə, falan. Elə bir məsələ ki, açıq məsələdir. Onda da deyir ki, buna alimlərdən kim deyib? Sanki elə bil deyirsən ki, mələklərə iman eləmək lazım, deyir ki, hansı alim deyib. O kimi, o tipdə olan insanlara ki, bax, sən də bu alimlərin adlarını tanıyırsan. Bu alimlər sizlə bağlı deyir ki, siz həqiqi kafirlərsiniz. Sizin küfrünüz apaçıqdır, günəş kimi. Niyə? Tövhid əhlini xarici adlandırırsınız. Müşrikləri təşvir edənləri xarici adlandırırsınız. Bunlar bir-biri ilə yerlə göy qədər fərqli olan adamlardır, mövzulardır və kəslərdir. Bunlar müasir irca əhlidir. İrca əhli. Əslində bunlar həqiqi xaricilərdən də daha şərli insanlardılar. Daha üzürsüz insanlardılar. Əhl-i sünnətin imamlarından, qədim imamlardan İbrahim Nəxəi rahiməhullah deyir ki, Əl-xavaricu ə'ədəru indi minəl-murciyə. İmam Abdullahın Sünnə kitabında keçir. Əhməd ibn Həmbəlin oğlu Abdullahın Sünnə kitabında keçir bu əsər. İbrahim Nəxəi deyir ki, xaricilər mənim yanımda murciyalardan çox qat-qat üzürlü adamlardılar. Və yaxud da xaricilər mənim üçün murciyadan çox üzürlü adamlardılar. Niyə? Bu sözün mənası, hikməti nədir? Xaricilər halallarla bağlı, haramlarla bağlı, əmirlərlə bağlı nasları fəhm etmədiklərinə görə o qənaətə gəliblər ki, böyük günah işləyən kafirdir. Və onların azınlığı hamısı Risalə hüccətin üzərində dövr edir. Lakin irca əhlinin küfrü, bu nəinki tək Risalə hüccətin üzərində dövr edir. Allah subhanahu wa ta'ala insanın fitrətini tövhid üzrə xəlq edib. Allah subhanahu wa ta'ala insanın əqlinin özünü belə tövhid üçün, şirk üçün müstəqil bir hüccət edib. Allah subhanahu wa ta'ala
insanı xəlq etdikdə bütün insanlardan Allaha şərik qoşmayacaqlar deyə söz alır. Deməli, şirkin və tövhidin mövzusu və onun dəlilləri risalətdən kənara çıxır. İnsanın özü ilə əlaqədardır. İnsanın yaşadığı bu aləmdə o gördüyü kövün ayətlər tövhidin dəlilləridir. İnsanın əqli tövhidin dəlilidir. Onun üçün orada küfrə yol verən adam üzürsüz adamdır. Bir həqiqi bir xarici fikrinə düşmüş bir insan Allah qatında özürlü ola bilər. Nasları səhv başa düşdüyünə görə. Ancaq dinin əsli, insanın yaradılış məqsədi, tövhidi xaricilik adlandıran adam deməli tövhid anlamayıb. Tövhid anlamayıbsa onun ümumiyyətlə İslamla bir əlaqəsi yoxdur. Bunların fərqi budur. Onun üçün sələf imamları deyirlər ki, və deməli İbrahim Ən-Nəxəy rahimehullah deyir ki, Əl-xavaric a'daru indi minəl murciə. Xaricilər mənim yanımda murciələrdən çox üzülüdülər. Və bu firqənin, müasir murciə firqəsinin dini təhrif üzərində qurulub. Kitab və sünnəti, Allah və Rəsulünün kəlamını təhrif edib, tövhidi pozmaqdan ibarətdir. Və biz Allahın kitabını oxuduqda görürük ki, Allahın dinini insanlara təhrif edənlər, misal olaraq Allah subhanahu ta'ala bizim üçün yahudiləri misal verir daim. Yuharrifunəl kəlimə ən məvadiyyə. Allah subhanahu ta'ala deyir ki, onlar daim kəlmələri daşıdıqları yerlərdən başqa yerə çevirirlər. Bu müasir murciyanın da bütün dininə, dəvətinə, danışığına, aliminə, dəvətinə bax, istənilən məsələni anlatdıqda görürsən ki, aidiyyəti olmayan yerdə aidiyyəti olmayan hədisi deyir. Aidiyyəti olmayan yerdə aidiyyəti olmayan bir naslı başqa bir yerə çözür, ya zəif bir dəlili gətirir. Bütün dinləri bunlardan ibarətdir, təhrifdən ibarətdir. Və bunun üçün sələf deyir ki, bu murciyalar bu ümmətin yahudiləridir. Səid bin Cübeyr rahiməhullah tabiindir. İmam Əhmədin oğlu Abdullah Sünnə kitabında keçir bu nəqil. Deyir ki, Əl-murciyətü yahudul qiblə. Murciyalar bu qiblənin yahudiləridir. Yəni qiblə əhlinin. İslam muntasiblərinin yahudiləridir. Xülasə, mövzumuz ondan ibarətdir ki, bu insanlar tövhid əhlinə xarici hökm verir, müşrikə isə İslam hökm verir. Bu Allah subhanahu wa ta'ala dinini təhrifdir. Və bu sarih bir küfürdür. Tövhidi xaricilik adlandırmaq və şirki isə, şirk əhlini isə onlara üzür gətirib, onları müsəlman adlandırmaq. İslam tarixində kitaba, sünnətə qarşı edilmiş ən böyük cinayət, ən böyük xəyanət, ən böyük alçaqlıqdır. Kim ki, tövhid əhlini xarici adlandırırsa, tövhid səbəbi ilə kəsin kafirdir o insan. Bu bizim əqidəmizdir. Peyğəmbər sallallahu əleyhi və səlləmin dövründən bu günə qədər və bundan sonra qiyamətə qədər də budur. Tövhid, kim tövhidi təhrif edirsə, tövhidin içərisində rukunlarına aid olan bir şeyi oradan çıxardırsa, şirk edənlərə, müşriklərə cəhalət üzr görürsə, tağutlara küfr edilməsini pis bir şey kimi insanlara göstərirsə, bu adamların ümumiyyətcə İslamla yaxından, uzaqdan heç bir əlaqələri yoxdur. Və bunlar kafirlərin, müşriklərin özündən də pis kafirlərdirlər. Niyə? Çünki İslamın əsli olan tövhidi təhrif edib insanlara başqa cür çatdırırlar. Subhanək Allahumma bihamdik əşhədu ən la ilahə illə əntə estəğfiruka və etûbü ileyk.